Xanım Zəhradan deyirəm bunu sizə. Xanım Zəhra da bunu atasından deyir hədisi. Deyir, neçə dənə bəla gözləyir o şəxsi. O şəxsi ki, namazı tərk edib, qılmır, ya qılıb atıb. Buyurdu, hələ 3-ü ölüm vaxtıdır. Ən yəmutə zəlilən, zəlil halda öləcək o insan. Pis vəziyyətdə ölməlidir. Yaxşı ölüm onu gözləmir. Faciəli pis ölüm. İkinci buyurdu, yəmutu caiyən, ac halda dünyasını dəyişər. Bəzi insanlara aiddir. Üçüncü buyurdu, yəmutu ətşanən, susuz halda dünyasını dəyişər. Deyir, dünyanın bütün suyunu verəsən buna, dənizinin suyunu verəsən buna, çayının suyunu verəsən daha doğru, çayın bütün suyunu içə, amma yenə ətşan gedəcək. Yenə doymur. Yenə suya ehtiyacı var. Bu ölən vaxtıdır. Amma davamı var. Buyurdu, qiyamətin vaxtı, üzr istəyirəm, qəbirdə hələ, qəbiri danışım. Buyurdu, qəbirdə də Allah onun üçün bir dənə mələk göndərir, mələk gələr ona əzab verir. Bu bir. İkinci xüsusiyyət budur, qəbir onu sıxar, bu iki. Üçüncü də budur, qəlbi zülmətlə dolar. Bu da üç.